Mübarək Ramazan ayı, Şaban ayı, Rəcəb ayı nə vaxtdır? Ən çox verdiyiniz suallardan biri. 11 dekabr xanım Fatimə Zəhra salamullahi aleyhanın mövlud günü, xanımların bayramı, 22 dekabr Rəcəb ayının 1-ci günü, 17 yanvar Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləmin peyğəmbərliyə seçildiyi gündür ki, İslamda ən böyük bayramlardan biridir. 21 yanvar Şaban ayının 1-ci günü, 23, 24, 25 yanvar İmam Hüseyin əleyhissalam, Əbəlfəz ağa və İmam Səccad əleyhissalamın mövlüd günlərinə təsadüf edir. 4 fevral İmam Zaman ağanın mövlüd günü, bu da ən böyük bayramlardan biridir. 19 fevral mübarək Ramazan ayının 1-ci günü. 11 mart Mövlamız Sərvərimiz Əmir əl-Mominin Əli əleyhissalamın şəhadət günü. 21 mart Fitr bayramı, yəni Ramazan bayramıdır. Maksimum dərəcədə paylaşın, çünki bunları ən çox siz soruşmusunuz, siz istəmişsiniz, biz də bunu hazırladıq. Paylaşın ki, digərləri də məlumatlansın.